Salam Çinarə, hər vaxtın xeyir olsun. Bəli, elə son dövrlərdə insanlar arasında qripə bənzər virus infeksiyası yayılıb və əhali arasında narahatlıq var ki, bu COVID-in yeni ştamı ola bilər və təbii ki, bununla bağlı elə xəstəxanalara da kifayət qədər müraciət var. Elə müsahibimlə az əvvəl söhbət elədik bu barədə. O da qeyd elədi ki, bununla bağlı şikayətlər çox olur və insanlar bu xəstəliklə bağlı müraciətləri daha çox edirlər. Daha detallı informasiyalar, ümumiyyətlə əlamətləri nədən ibarətdir və necə qoruna bilərik? Bundan daha təfərrüatlı informasiyanı qonağım həkim-terapevt Nazilə Xəlilbeyevadan alacağıq. Xoş gördük Nazilə xanım. Bu xəstəliyin ilkin əlamətləri nədir, necə yaranır və hansı addımları ataraq özümüzü qoruya bilərik? Heç kəsə sir deyil ki, havaların soyulması ilə, payız fəslinin gəlməsi ilə əlaqədar olaraq müxtəlif növ virusların aktivləşməsi həmişə üst-üstə düşür. Bu ilk növbədə nənlə əlaqədardır? Çünki çox miqdar ştam viruslar soyuq havada daha aktiv və daha sürətlə yayılır. Üstəlik də ikinci bir səbəb nədir? İnsanlar havalar soyuduqca qapalı məkanlarda daha çox bir yerdə müxtəlif kütləvi şəkildə vaxt keçirdiyinə görə virusların bir-birinə yaymaq yolu çox qısalır və tezliklə bir otaqda bir neçə adam birdən-birə yoluxur. Sezon xarakteri daşıyan virusları biz indi hal-hazırda tək qrip virusu deyil, paragrip viruslar var, rino, adeno viruslar var və s. Bunların hamısına hətta COVID-in bir ştampı olan omikron virusu da onların içindədir bu dəqiqə. Yəni biz onları artıq ayırt eləmirik. Hamısına virus gözü ilə baxıb bunları müalicə eləməyə çalışırıq. Virusdan özümüzü necə qoruya bilərik? İlk növbədə gigiyena. Əllər tez-tez yuyulsun. Küçədən evə gələrkən əlimizlə qulaqlarımıza, burnumuza əl yuyulmamış əl vurmayaq. Bu iki. Üçüncüsü, şəxsi gigiyena məsələlərinə diqqət eləmək lazımdır. Tez-tez oturduğumuz otaqlarına, hardakı ofislərdə falan tez-tez havası dəyişilməlidir. Bunlar ümumi tövsiyələr. Şəxsi tövsiyələr isə hər bir insan öz immunitetini güclü saxlamalıdır, vitaminlər qəbul eləməlidir, yuxusunu almalıdır. Hər hansı bir xroniki xəstəlikləri varsa, onları vaxtında müalicə eləməlidir ki, virusun yoluxma yollarını aradan götürmək olsun. Bu barədə danışdıq. Hansı simptomlarla rastlaşırıq? Son zamanlar rastlaşdığımız simptomlar yüksək hərarət, 38-39 arasında olan hərarətdir, kəskin boğaz ağrısıdır, bel, boyun, əzələ ağrılarıdır, bəzən ishal, diareya hallarına rast gəlinir, ümumi halsızlıq, zökəm. Əgər bu simptomlar 3 gündən artıq davam edirsə, insanlar çox vaxt evdə öz Türkiyə çarə falan bu işlərlə məşğul olub özlərini sağaltmaq istəyirlər. Amma 3 gündən artıq bu simptomlar davam edirsə, bu artıq daha ciddi bir siqnaldır və mütləq həkimə müraciət etmək lazımdır. Yataq rejimi, bol mayi, C vitamini ilə bol şirələrin qəbul edilməsi, bunlara diqqət edilməlidir. Yəni bu qədər. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Yəni son dövrlərdə insanlar arasında yayılan bu virus infeksiyasından qorunmağın ilkin şərti elə hər hansı dərmana gedən yolda daha əvvəlki məqamda mütləq şəkildə gigiyena qaydalarına əməl etmək lazımdır və eyni zamanda aydın oldu ki, təmiz havada virusdan qorunmaq üçün əsas şərtlərdən biri sayılır. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizə ötürdüyün üçün.